Qışın sonuncu kampaniyası da başladı. Ən axırıncı kampaniya budur. Deməli, hər şey tək qiymət 20 manat. Bax, kuklalar, göstər başına başa. Hamısı tək qiymət 20 manat. Sport dəstlər tək qiymət 20 manat. Bax, burada gördüyümüz bu tip jaketlər olsun. Bax, bunların hamısını göstər zəhmət olsun. Bax, bunlar 30-35 manatlıq maldır. Sonra oradakı yarım zamoklar hamısını göstər. Tək qiymət 20 manat. Ən əsas, bütün yumruboğaz uzunqol köynəklər, bütün sarıqalar göstərəm, mağazanlarını üçün ziraat çəkirəm. Tək qiymət 9 manat. Bax, yumruboğaz köynəklər girişdə də var. Sonra gəl, bax, buradakı bu vilvet sarıqaları seçir. 9 manata bunu sizə kim verirdi? Bax, bunu və buradakiləri, bax, bu vilvetləri hamısı özə seriya ilə olan mallardır. Bax, bu vadalaskadan olsun, bax, bunlara aiddir 9 manat. Sonra göstər oradakı, bax, pol olanları yaxınlaşdır, göstər o sviterləri, qoy cəmaat görsün ki, maldır, razmerləndir, seriyasız deyil. Bax, bunlardır. 9 manat tək qiymət. Təkrar edirəm, kutkalar, Spartim dəstlər, o jaketlər, yarım zamoklar, Real Partları fikrimi aydın izah eləmək istəyirəm sizə. Tək qiymət 20 manat, qalanları 9 manat və bu qış mallarına aiddir. Yavaş-yavaş mağazamızda artıq yay mallar da görülür. Onlar endirimə aid deyirlər, onlara sift eləməmişik, tələsmirik ki. Cinslər də hamısı, cinsləri göstər oradan. Baba göstər, bax buradan göstər. Sonra gəl buradan çək, bax hamısı tək qiymət cinslər 25 manatdır. Bax, üstündə və məhsulların üstündə başqa qiymət yazılıb. Məsələn, gəlirəm köynəklər 9 manat. Gələrsən burada 18 yazıla bilər, 25 yazıla bilər. Videoda nə demişəmsə o çıxır. Cins deyirəm tək qiymət 25 manat. Üstündə bax 35 yazıla bilər, 30 yazıla bilər. 25 deyirəmsə kassada 25 yazılır. Narahat olmayın. Bunların heç birisində 9 manat yazılmır. 25-30 yazılır. Amma kassada 9 manatla keçəcək. Hamınızı gözləyirəm xidmətimizdəyik. Durun gəlin bizim bütün filiallarımıza.